Mən sizə Katatumbo möcüzəsi haqqında danışacağam. Bu, Cənubi Amerikada yerləşən ən böyük gölü olan Maracaibo gölündə baş verir. Bura tökülən Katatumbo çayının adı ilə belə adlanmışdır. Bu Katatumbo möcüzəsi nə deməkdir? Bu cür şimşək çaxma hadisələri il ərzində 1,2, 1,6 milyon dəfə baş verir. Hər gecə 7-10 saat şimşək davam edir. Bunun əsas səbəbi Ant dağlarından gələn hava axınları ilə Maracaibo gölündən çıxan metan qazının, yəni bataqlıqdan çıxan metan qazının toqquşması ilə baş verir. Şimşək 400 kilometr uzaqlıqdan görünür. Bu, ətraf sularda üzən gəmilər üçün həm də təbii mayak rolunu oynayır.